salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Allah'ın izniyle Kabe'ye çatdığımız vaxt Lebbeyk Allahümme lebbeyk zikrini saxlayırıq və gəlirik Qaradaşın yanına. Daha doğrusu Kabe'də Qaradaşın hizasına gəlirik. 4 dənə Kabe'nin 4 tane tini var. Bir tarafı Qaradaşdır, bir tarafında Yemen küncüdür, iki tarafı da boşdur. Yani adi. Heç nə, o adi künclərdir. İlk önce biz Kabe'de Qaradaşdan başlayırıq. Bismillah, Allahu Ekber. Yani bu formada elimizi kaldırırıq. Bismillah, Allahu Ekber diyerek başlayırıq tavafımıza. Ve daire vururuq, dövrə vururuq, gəlirik Yemen küncüne. Yemen küncüne çatanda orada deyirik ki Rabbena atina fid dunya hasene ve fil ahireti haseneten ve qina azabennar. O duanı göndermiştim gruba. O duanı deyirsiniz. Ta ki Qaradaşa çatana kadar. Ve yine Qaradaşa çatdığımız vaxt Bismillah, Allahu Ekber diyerek yine elimizi kaldırırıq. Qaradaşa tərəf Bismillah, Allahu Ekber diyerek yeniden keçirik. Yine fırlanırıq, gəlirik Yemen küncüne ve her dəfə belə Rabbena atina fid dunya hasene ve fil ahireti haseneten ve qina azabennar duasını deyirik. Beləliklə 7 dəfə Kabe'ni tavaf edirik. 7 dəfə Kabe'ni tavaf edirik ve her tavafımızda da, her dövrə vurduğumuzda da Rukn-u Yemen ile, Yemen küncü ile Qaradaş arasında Rabbena atina duasını okuyuruq. Növbəti məsələ Kabe'nin ətrafında dönerken Rabbena atina duasının yeri məlum oldu. Ondan başka bütün istediğiniz duaları edebilirsiniz. Yani hususi bir dua yoktur. Dünya ve ahiret için bütün duaları etmeye icazəlidir. Əsas odur ki, o vaxtları boş geçirməyək. Faydalı keçirək. Zikr edək, Kur'an okuyabilirsiniz. Ondan sonra dua edebilirsiniz. Ve bütün Kabe'ni tavaf ettiğimiz vaxtda səmərəli keçirməliyik, faydalı keçirməliyik. Ve beləliklə 7. tavaftan sonra salam vermeden çıxırıq. Çıxırıq sağ tərəfə, istiqamət götürürük Safa ve Merve dağlarına. Ve Kabe'den çıktıktan sonra arka tarafta Məqam-ı İbrahim'in arkasında, şərt değil tam arkasında olsun, arkada 2 rükət sünnet namazı kılırıq. Hansı ki sübh namazının sünneti ki var, 2 rükət biz kılırıq. Elə bir 2 rükət sünnet kılırıq. 2 rükət sünnet kıldıktan sonra keçirik Safa Mərvəyə. Birinci Safa dağında. Safa dağında dururuq, üzümüzü çeviririk qiblə tərəfə. Və orada deyirik ilk önce inna safa vel marvete min şa'airillah. Elimizi kaldırırıq belə və dua edirik. Birinci inna safa vel marvete min şa'airillah. Bunu deyirik. Sonra ebda'u bima bada Allah. Sonra bu sözü deyirik. Onu da göndermiştim gruba. Bu sözler, bu ikisi yalnız birinci dəfə deyilir. Her dəfə demeye ihtiyac yok. Sonra Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, la ilahe illallah vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve ala kulli şeyin kadir, enceze va'de ve nasara abde ve hezemel ahzab vahde. Bu duanı da sonra arkasınca okuyuruz. Ondan sonra bir neçə dəqiqədə ürəyimizdən keçən duaları edirik. Ondan sonra istiqamət götürürük Merve. Merve dağına, Merve tərəfə. Ve Merve'ye giderken de yolda istediğimiz her hansısa bir duanı edebilirik. Kur'an okuyabilirik, zikir edebilirik, dua edebilirik. Orada yaşıl göreceğiz, ışıklar yanır. O ikisinin arasında kişiler sürekli kaçmalıdır, sünnettir.
və növbəti yaşılda dayanırıq və ondan sonra ta Səfa dağından Mərva dağına kimi dua edərək, zikr edərək gedirik. Mərvaya çatdığımız zaman eyni formada qibləyə çevrilirik, əlimizi qaldırırıq. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. La ilahe illallah vahdehu la şerike leh. Lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir. Enceze va'deh ve nasara abdeh ve hazemel ahzab vahdeh. Bu duanı okuyuruq. Ondan sonra yine dualarımızı edirik. Ve her defa gidip gələndə bu formada Səfa və Mərva dağlarında əlimizi qibləyə qaldırıb dualarımızı edirik. Sonuncu olarak Səfadan Mərvaya getdiyimiz zaman 1 sayılır. Qaydanda 2 sayılır. Növbəti dəfə gedəndə 3 sayılır. Beləliklə 7 dəfə gedib gəlirik. 7-ci-də Mərva dağından çıxırıq. Dua etmədən, artıq onda dua yoxdur. 7-ci-də çıxırıq və artıq ümrəmiz başa çatmış olur. Yalnız saçımızı kəsməliyik. Bir dənə qalır saçı kəsmək. Kişilər saçlarını kəsirlər, 2 formada kəsə bilərlər. Həm tam dibdən kəsmək daha yaxşıdır. Üzdən də götürə bilərlər. Üzdən götürərkən də hər tərəfdən. Şərtdir ki, hər tərəfdən kişilər götürməlidir. Ondan sonra artıq ümrəmiz saçı kəsiləndən sonra ümrəmiz tamamlanır. Qadınlar isə saçın bitdiyi yerdən bir az miqdarda saçın ucundan kəsirlər ta axıra qədər. Az bir kəsim kifayət edir. Və beləliklə ümrəmiz tamamlanmış olur. Ondan sonra artıq təmizlənib öz paltarlarımızı giyə bilirik və beləliklə də ümrə ibadətimiz tam şəkildə yerinə gəlmiş olur. Allah hər birimizə qəbul olunmuş ümrə nəsib etsin. Qəbul olunmuş ümrənin savabı çox böyükdür və insanın günahlardan təmizlənməsinə səbəbdir. Ona görə ümrə edərkən ola bilər ki, hansısa bir sıxıntı ilə, ola bilər orada insanların izdihamı ilə qarşılaşdıq. O zaman özünüzdən çıxmayın, səbirli olun və itirən insan özüdür. Kim nə qədər əsəbləşərsə, ağzından pis söz çıxararsa, kobud davranarsa və yaxud kiminsə haqqına girərsə, onun ümrəsinə xələl gəlir. Ümrəsinin savabı azalır və beləliklə ona yalnız yorğunluq qalar. Ona görə diqqətli olmalıyıq ki, ümrəmizə xələl gətirməyək, ümrəmizi zayi etməyək və şeytan da hər zaman belə məqamlarda istifadə edir. Fürsətdən istifadə edir ki, bizi ümrədən məhrum etsin. Ümrədən məhrum oldunsa, artıq bu səfərin heç bir əhəmiyyəti qalmır. Ona görə ümrə əzəmətli bir ibadətdir. Onu etmək bir, onu qorumaq lazımdır. Qeybət etmək olmaz. Heç zaman qeybət etmək olmaz. Ümrədə də xüsusən. Yəni, insan dilini qorumadıqca xeyrə çata bilməz. Heç kim haqqında danışma. Hər danışdığı